dənə xüsusi zikir var. Bu zikrin 3 xeyri var. O insanlar ki, ruzi problemləri var, bu zikir eləsin. O insanlar ki, deyir, mən işdə arxasıcan gedirəm, əlimdən nə qədər çalışıram, iş qurum, alınmır mənim işlərim. Ya buradan qururam, buradan gedir pullar. Bilmirəm nə məsələdir. Bərəkət yoxdur mənim ruzimdə. Bir dənə zikir deyirəm, kiçik. 3 xeyri var, bir də ruzi xeyridir. La ilahe illallah, əl-məlikul haqqul mubin. La ilahe illallah ki, bilirsən. Əl-məlikul haqqul mubin. Bu sözü də əzbərlə zehnində. Gündə 100 dəfə. Təcrübədən çıxan zikirdir. Gedin, yoxlayın. Görün, olacaq yoxsa yox. Deyir, bir xeyri budur, ruzi problemi gedər. İkinci xeyri budur, cənnətin qapıları üzünü açılar. Üçüncü xeyri də budur ki, Allah qəbrin vəhşətindən onu amanda saxlayar. Yəni, qəbri nurani olar. Qəbri nuraniyyət bürüyər, qəbrini inşallah. Bu da bir əməldir. Digər əməl. Bir nəfər gördünüz dünyasını değişdi. Əgər İmam Hüseyin əleyhissalamın türbəti var sizdə, türbət, torpaq, şəfad o. Onu gətir, sürt onun əlinin içinə. Sürt onun alnına, sinəsinə. Əgər sürtə bir söz, onu o cürünə dəfn elə söz və iman əhli olsa, inşallah Allah onu qəbrin vəhşətindən amanda saxlayar. Mən elə başa düşürəm ki, səhv demirəm yəni ki, Əbu Abdullah Hüseyin gələr başın üstünə. Belə bilirəm mən. O türbət kimsə əməl eləsə ona ki, yaxşı əməldir, eləyəsiniz. Digər məsələ də budur. Bir insan dünyasını değişəndən sonra gedəsən onun qəbrinin kənarında oturasan, Yasin surəsini oxuyasan. Onlar ki, deyirlər, Yasin hardandır? Olmaz. Bidət, şirk. Onlar özləri üçün deyirlər. Hələ onlar üçün inşallah oxunmaz. Hələ onlara o layiqdir. O sizə aiddir inşallah. Yasin surəsini gedəsən, oxuyasan. Ged, oxu və bunun təsiri var ona. Qətiyyətlə deyirəm sizə. Bunun təsiri olacaq ona. Çox mənəvi bir təsir olacaq. Və Allah ruha baxır. Allah ruha baxır. İnsanın ruhuna baxır, qiymət verir. Allah insanın ruhuna baxır, onun qəbrin nuranı eləyir. Allah insanla alqı-satqı eləyəndə ruha baxır. O mənəviyyatımız, batinimizə baxır, o ruhumuza baxır. Ruh əgər əzəmətli olarsa, qəbri insanın nurla dolar. Hətta bu həddə deyirlər ki, insanın ruhu əzəmətli olarsa, bir məqama çatarsa, o ruhun hörmətinə Allah onun qəbirdəki bədənini çürütməz. Qəbirdə bədən qalar. 100 il, 200 il qalar. Elə bir dünən bastırmısan. Allah saxlayar. Çünki ruh əzəmətlidir. Ruhun Allah qatında hörməti var. Allah əmr eləyər torpağa ki, torpaq çürütmə bunu. O da əmr eləmədi İbrahimi yandırma. Kuni bərdən və səlamən alə İbrahim. Od, mən sənə əmr eləyirəm, yandırma İbrahimi. Gedib oturub odun içində, bu səhnəni dərk edirsən. Od, alovun içində adam oturub, sakit. Bilsən nə deməkdir bu? Allah əmr edib yandırma. Nəmrud ki, atmışdı İbrahimə bu odu qalamışdı, atmışdı. Deyirlər, Nəmrudun da qızı qıraqdan baxır, görür İbrahim odun içində yanır. Odun içində də yanır daha doğrusu. Odunu yandırmır. Baxır İbrahimə. Deyir, sən neynədin belə? Necə oldu sən od yandırmır? Nəmrudun qızı deyir. İbrahim cavab vermə, oda girməmiş, dedim, Bismillahirrahmanirrahim. Ruhla demişəm. Can, adam Bismillahirrahmanirrahim, canı inandısa ölü dirilir. Bizim xəbərimiz yoxdur ki. Allah bir işə ol demək istəsə ona kun deyir. Allahın xüsusi bəndəsi bir işə ol demək istəsə Bismillah deyir. Bəndənin kunu Bismillahdır. Bəndə bir şeyə Bismillahirrahmanirrahim deyə arxasıcan ol deyə olar o. Əgər bəndə olsa. Deyir, bu qız dözə bilmədi. Dedi, Bismillahirrahmanirrahim dedin, getdin odun içinə. Dedi, bu qız durdu, Nəmrudun qızı. Gəldi, yaxınlaşdı o da. Dedi, Bismillahirrahmanirrahim. Daxil oldu onun içinə. O da onu da yandırmadı. O da onu da yandırmadı. Yəni, təkcə İbrahimə aiddir. Nəfəsləndir, versin Allah. Deyirlər, sonradan İbrahimin övladlarının biri ilə ailə qurur. Neçə dənə peyğəmbər o ailədən dünyaya gəlib. Bu xanım əzəmətli xanımdır. Allah o da deyib, od yandırma. Həmən torpağa da deyib, torpaq çürütmə. Mən sənə əmr edirəm, bu mənim bəndəmdir. Çünki bu ruhun mənə verib. Ruhun ki mənə verib, cismi də mənimdir. Çürütmə. Cismi qalır, Allah çürütmür. Allah qoymur çürüsün.
Və hətta hədislərdə var ha. Hədislərdə var bir neçə qrup insanlar olacaq, Allah onları qoymayacaq. Allah onları qoymayacaq, bədənləri çürüsün. Kimdir onlar? Kimdir onlar? Bir, o kəslər ki, məsciddə xidmətçilik edirlər. Məscidin xidmətçisidir. Xoş olsun xidmətçilərin halına. Ki, mən günahkar, mən də qibdə edirəm sunalığıza, əllərinizdən öpürəm. Məscidin xidmətçiləri. Hədisdə var, məscidi süpürən insanlar, məscidin xalçasını döşəyən insanlar. Allah deyər, onun bədənin mən çürütmənəm, gərək qalsın. Saxlayar qiyamətə üçün onun bədənin. Xidmətçinin bu qədər hörməti var Allah qatında. Bu qədər dəyəri var. Xidmətçi bilir kimin işini görür. Deyim sənin dəyərini. İbrahimin, İsmailin işini görürsən sən. Və əhidnə İlə İbrahimə və İsmailə ən təhrə beyti littaifina vəl-âkifinə və rükkâis sucud. İbrahim, İsmail mənim evimi təvaf edənlər üçün, rükû edənlər üçün, səcdə edənlər üçün, etikaf edənlər üçün təmiz saxlaya. İbrahimlə İsmailinə tapşırır, bax xidmətçiliyi. Allahın evini təmizləyirdilər İbrahimlə İsmail. Xidmətçilər onun davamçısıdır. Hoş olsun sizin alıbsan. Kiçik məsələ deyil. O ki qalmısan əhya günü, sən Quranı qoya bilmirsən başına, bir şey Allah deyə bilmirsən, narahat gezmə. Mənim kimlər ki qoyur başına bir şey Allah, sən orada ki dayanmısan, nəzarət edirsən, sənin əcrün daha çoxdur mənim kimlərdən. Onu mənim sözlərim deyil. Hədislərdir. Ənəs ibn Malik Peyğəmbərdən belə nəql edir. Bir insan gələ, məscidin çırağını yandıra. Məscidin ki çırağı yandı, çıraq sönənə qədər mələklər, ərşi daşıyan mələklər hamısı əllərin qaldırır deyir, ya Rəbbəl aləmin, o çırağı yandıranı bağışla ya. Onu əff elə ya. O sənin evin çırağını yandırır. Xidmətçinin bu qədər əcri var. İndi xidmətçi ilə necə davranmalıyıq? İndi xidmətçi əgər mənə deyir ki, burada dayanma, orada dayan, nə olar ki dayanında? Allahın sözündür. Xidmətçi bilir də, əgər burada dayansa nə olacaq? Çünki danışıblar əvvəldən ki, necə olmalıdır, işlər qurulub. Burada nə var ki, məsələn, qardaşlar bir-birlərin başa düşür. Oldu, gözüm üstə. Burada dayanma, orada dayan. Deyir, bu tərəfə gəlmə. Mən filan kəsin tanışıyam, filan kəsin. Mənim evimə gələrsən, canım üstə, gözüm üstə yerim var. Ayaqqabılar vücud deyərəm, əlimdən öpərəm. Bura Allahın evidir. Bir də haçandan görünüb ki, nökər adı, xidmətçi adı verirlər harasa getmək üçün. Mən sizin nökərinizəm, xidmətçinizəm, ləyaqət olmaya xidmət edirəm. Bu da sizin böyüklüyünüzdür ki, mənə qəbul edəmişsiniz. Mən onun tanışıyam, yox, belə şeylər yoxdur. Əgər deyir xidmətçi dayan orada. Xanımların əgər xanım xidmətçi deyir, əgər niyə sakit dayan, o da sakit dayansın, qulaq assın xanıma. Əgər sən bugün məscidin Allahın qonağısan, bunlar da xidmətçilərdir. Düzdür, sənin nəfəslərində çox bərəkətlidir, mən buna sözüm yoxdur. Peyğəmbərdən söz deyirəm, səni üçün deyirəm, qulaq as. Peyğəmbər dedi, ya Əbazər, İnnəllaha yu'tikə ma dumtə calisən fil məscid. Ey Əbazər, o gün ki, o vaxt ki, məsciddə əyləşmisən, əyləşdiyin müddət ərzində Allah sənin səsinə qulaq asır, nə istəsən verəcək, yu'tikə sənə itaət edir. Biraz qəribə sözdür bu söz. Yəni, nə düşən deyir, verirəm. Sənin qiymətindir bu, sənin dəyərindir. Bu tərəfə toxunuram, burada toxunuram. Arxasıcan buyurur, deyirsən, bilirsən hələ nə var mı? Yox, bu nədir ki məsələ? Əbazər, bikullin nəfəsin tənəffəstə fihi dərəcətən fil cənnə. Hər nəfəs ki alırsınız burada, hər nəfəsin sayı qədəri cənnətdə dərəcəviz qalxır. Əbazər, dərəcə qalxır. Arxasıcan buyurdu, hər nəfəsin sayı qədəri Allah sənə 10 dənə həsənə yazır. 10 pay mükafat yazır və hər nəfəsin sayı qədər Allah Taala 10 dənə günahı silir. Nə qədər nəfəs alırsan burada? İndi girəndən buraya içəri nə qədər nəfəs almırsan? Heç xəbərin var Allah sənin üçün nələr yazır? Nə qədər günahlar sildin? Cənnətdə indi hardasan? Cənnəti əladasan, bilmirəm. Firdovsdasan, bilmirəm. Amma hələ orada qal. Orada qalasan, ondan da gedəsən o tərəflərə. Bu da sənin əcründür, əlbəttə. Bu sənin əcründür. Amma xidmətçilər də bilsinlər əcrləri daha çoxdur. Onların da qiyməti Allah qatında daha çoxdur. Və arxasıcan buyurur, o insanlar ki, onların bədəni çürüməz. Əl-müəzzin, azan verən insanlar. Azan verən insanın
bədənini Allah çürütməz. Amma burada şərtdir, imanlar şərtdir ya, yenə deyirəm. İmanın, təqvasını qoraya saxlayaq. İman şərtdir. İmam Baqir əleyhissalam dedi, kim 7 il azam verər, kim 7 il azam versə, qiyamət günü məhşərə günahsız gələr. Pak gəldi, görsən bir nəvər gəldi, keçdi. Pakdır, çünki 7 ildə azam verir. Peyğəmbər bir gün Əli əleyhissalamla danışırdı, Əli əleyhissalama belə buyurdu, dedi, Əli, kim azam verər, azamla iqamənin arasında azam verənə Allah qanına qəltan olmuş şəhidin əcrin verər. Azam verənin də qiyməti çoxdur, dəyəri çoxdur. İman, təqva öz yerində. Deyirlər, 3 qardaş var idi. Bunlar azan, səsləri ki gözəl idi, azan verməyi bacarırdılar. Qardaşlardan biri azan verir, 10 ildə azan verir, 10 il azan verdi, bilirsiniz, əvvəllər minarəyə çıxardılar, verərdilər. 10 il azan verib qutarandan sonra deyirlər, dünyasını dəyişdi qardaşlardan biri. Qardaşlardan biri gəldi, durdu başının üstündə, dayandı başının üstündə. Deyir, başladı Quran oxumağa, Yasin surasını oxumağa, deyir, bu 10 il azan verən qayıtdı ki, oxuma, qışqırdı üstümə. Sən niyə elə deyirsən? Deyir, sənə deyirəm, oxuma istəmirəm. 10 ildə Allah-u Ekber deyir. Deyir, baxdım, ilahi bu nə məsələdir. Sonra ikinci qardaşım onun yerinə başladı. O da neçə illər başladı azan verməyə. Gəldim, çatdım, onunla da dünyasını dəyişirdi. Son anlardaydı, Quranı açmışam, Quran oxumağa, bu yenə qışqırdı üstünə. Oxuma. Deyir, növbət çatıb indi mənə. Amma bir yuxu gördüm. Yığışlar düzdü başımın üstünə ki, indi gələk azanı sən verəsən. Dedim, mən verməyəcəm. Dedilər, niyə? Dedim, mən verməyəcəm. Dedilər, bu qədər pul veririk sənə, bu qədər mülk, dedi, xeyri yoxdur, bundan artığın ver, söz yenə deməyəcəm. Dedilər, niyə? Dedim, mənim 2 qardaşım ikisi də dünyasını belə dəyişdi. Allahdan yalvarırdım ki, ya Rəbbəl aləmin, niyə bunlar belə dünyasını dəyişdi? Niyə Quran oxumağa mənə icazə vermirdilər? Axır qardaşlarımdan biri yuxuma girdi. Mən ona sual elədim ki, niyə imansız getdin bu dünyadan? Dedim, mən çıxardım minarəyə. Minarəyə çıxandakı azam verəndə gözüm evlərə sıdaşırdı, cəmaatın evinə baxırdım, məhrəminə baxardım. Allahu Əkbər deyə baxardım. Adam da Allahu Əkbər deyə günah eləyərmiş. Niyə olmur ki, Allahu Əkbər deyə baş kesmir? Deyir, mən bunu eləyirəm, Allaha yaxınlaşıram. Belə deyir, ha? Haçandan görəsən adam başı kesib, Allaha yaxınlaşırlar. Mən başa düşmürəm. Uşaq başı da, uşağın 7 aylıq, nə bilim, 1 il yaşı olan uşağın başını kesir ki, Allaha yaxınlaşırsan. Məlun, nə demək istəyirsiniz? Demək istəyirsiniz, Hərmələnin Yezidin nəslindən, yəqin ki, budur da. Zikir qarşılıqlı danışmaqdır. Sən deyirsən, ya Rəbbi, o deyir, bəli, əbdi. Deyirsən, belə sözüm var sənə, buyur, eşidirəm səni. Belə gedir, diyalog belədir. Deyirsən, ya Rəbbi, bu falan şey səndən istəyirəm, o verərsən mənə, deyir, bəlkə bu olmasın, başqa bir şey olar. Başqa bir şey olsun da eviyor. Sən ruhun belə danışır ona, sən xəbərin yoxdur. Söhbət gedir, nələr gedir o aləmdə, bizim xəbərimiz yoxdur ki. Biz eşitmirik, bizim xəbərimiz yoxdur. Qəşəng söhbətlər gedir, o diyalog gedir. Təəssüfdə belə qalmışıq da, bu giriftar olmuşuq bu dünyaya. Eşidə bilmirik onları. Onu eşidə bilmirik deyənə sıxılırıq. Ruhumuz sıxılmağa başlayır. Yox, əks təqdirdə insan, əgər zikri qoydu kənara olur, qafil insan. Qafil. Mən araşdırırdım əxlaq ustadlarının insanın Allaha qovuşması üçün səfərlərdə belə oxuyurdum ki, nə etməlidir? Gördüm, 3 hissəyə bölüblər. Deyib, birinci, müəyyən maniyələr var, Allahı tanımalısan. 2, maniyələr aşmaq üçün falan işləri görməlisən. 3, bu ikisini biləndən sonra, edəndən sonra müəyyən sistem qoyurlar da, mən sistematik, bunu eləməlisən, bunu eləməlisən, bunu eləməlisən, bunu eləməlisən. İlk amma hara köklənmişdi? Maniyələr var, o maniyələri aşmalısan. Mən maniyələrin özünü araşdırırdım. Nələrdir maniyə bizim Allaha qovuşmağımızda, ünsiyyətimizdə? Baxdım, gördüm, əxlaq ustadlar 4 dənə, 5 dənə maniyə yazıb. Birinci maniyə bir üstünə idi. O kitabı açdım, birinci maniyə. Gördüm, yazdım, əl-qəflə, qəflət. Qafil olmaq. İlk maniyə. Qafil nədir? Unutmursan. Yadımdan çıxıb. Qafil idi, öyle. Gördüm, bir də ayılırıq ki, biz düz eləmirik ki. Bir yağdan bəs bilmirdim, nə bilim valla. Mən niyə inirəm heç özüm də bilmirəm ki. Qafil, qəflət. Əgər bundan ayıla bilə insan, nə gözəl bu qəflətdə.
Və hədisləri araşdıranda gördüm, qəflət ruhun çirkidir. Hədisdə gəlib çirkidir. Ona görə hədisdə var, məsum buyurur, fəşəkərtukə. Mən sənə şükr edirəm, ya Rəbbəl aləm. Niyə? وَلِتَتْفِيرِ قَلْبِ مِنْ أَوْصَاهِ الْغَفْلَةِ أَنْكَ. Ona görə sənə şükr edirəm, ya Rəbbəl aləmin ki, sən mənim o qəlbimi, o ruhumun çirkini təmizləmisən. Deməli, hansı çirkdən? Özü də deyir, min əvsahil qəflə, qəflət çirkindən. Qəflət çirki. Ruhumuz çirklənir, qəflətlə. Ona görə hədisdə var, oyanmaq istəmirsiniz, ya qıza, bu qəflətdən qalxmaq istəmirsiniz. Əleyhissalam qəribə danışır, buyurur, ya yuhal insan, ey insan, ma cərrəəkə ələ zəmbik, bu səndə cürət görürəm, maraqlı cürət. Əleyhissalam deyir, nə olub ki? Bu günaha qarşı səni cürətləndirən nədir belə? Necə cürətlisən sən? Günah bilirsən, ibadət edirsən. Heç ibadəti o gözünə şövqlə qalxmırsan, günah üçün nə qədər hazırlaşırsan sən? Üzün gülür, için gülür, günah üçün müqəddimə tökürsən. Bu nə cürətdir səndə? Davamına bax. Ma qarrəkə bi Rabbik. Rəbbivə qarşı səni bu cümlə belə qürrələndirən nədir belə? Sən nə inirsən? Bu qədər cəhalət mi olar? Davamında nə buyurur? Əmmə leysə min nəvmətikə yəqzə. Bu yuxudan ayrılmayacaqsan sən. Oyan bəlkə, oyanmağın vaxtı çatdı axı. Oyan bu qəflətdən. Ən son cümləsi də bu da Əleyhissalam buyurur. Əgər özünə sən bu cürlə rəhm eləməsən, kimə rəhm eləyərsən ki sən? Bu cür günah girirsən, deməli özünə qarşı rəhimsizsən. Özünə bu qədər ki mərhəmətsizsən, səndən rəhm gözləməyin mənası yoxdur. Bu qədər mərhəmətsizliyi mi olar? Özünə necə zülm eləyirsən sən? Baxın, qəflət nə oldu? Qəflət ruhun çirkidir. Qəflət onu unutmaqdır. Onu yaddan çıxartmaqdır. Onu unutmursan. Həyatı yaşayırsan. Bizə deyiblər, daim onu xatırla. Hər halda ya. İstəzəbirlə Əleyhissalamı vurdular məsciddə. Vurandan sonra ağanı gətirirdilər. Belə nəql edirlər ki, Əleyhissalamı yoldakı gətirirlər, dilindən zikir düşmürdü. Hey zikr eləyirdi. O anlarda zikr eləyirdi. Hey subhanallah, elhamdülillah deyirdi. İmam Həsən deyir, gətirdim, evə gətirdi atamızı. Axır gündür, axır saatlardır, ömrünün axır gündən yaşayır. Başını qoymuşam dizlərimin üstünə. Gördüm, atamın huşu getdi belə. Gedəndən sonra o anda deyir, mən ağladım. Ağlayanda gözümün yaşı töküldü atamın üzünə. Töküləndə deyir, ayıldı. Ayılanda baxdı, dedi, balam ağlama. Sənin bu göz yaşların göydəki mələkləri ağladır belə. Onları da müşahidə edirdi bütün aləm. O mənada huşu getməyib ki, mələkut aləmini seyr edirdi. Ondan sonra dedi, bala, gəl sən bir iki söz deyim, dedim, buyur atacan. Dedi, narahat olma, baban mənə baxır, nənən Xədicə mənə baxır, anon Zəhra mənim intizarımdadır. Mələklər indi mənim intizarımdadır, məni gözləyirlər, təhvil almaq istəyirlər. Mələklər məni təhvil alır. Sən narahat olma. Ondan sonra cümlələri də budur, baxın necə Allahla danışır. İlahi, Əleyhissalamın son cümlələrindəndir bu. İlahi, əsəlukə murafiqətəl ənbiya. Allahım, məni peyğəmbərlərinlə bir yerdə qərar verir. Son anlarda deyəcək cümlələr də Əleyhissalam. Gör necə danışır. İlahi və Rəbb. Mən bilməm, bizə nəsib olar bu adam can üstündə olanda. Əlin qaldırıb səmimi danışsa, mən elə başa düşürəm, can üstündə deyilən o səmimi sözlər qəbuldur. Elə bir o andakı adam deyə, ya Rəbbəl aləmin, məni qovuşdur, məsələn, xüsusi o, bəndə imamları var, peyğəmbərlər. İlahi və Rəbb, əsəlükə mürafiqətəl ənbiya vəl-əvsiya. Vəsilər olub tarixdə, ənbiyalar, peyğəmbərlər olub. Allahım, məni onlarla birgə qərar verir. Son anlarda Allah, Allah deyirlər. Diqqət elədiniz. Hər halda Allah. İşdə də Allah yadınızdan çıxmasın. Xanımlar, evi süpürürsən adi, orada Allah, Allah. O zikir, Allah yadından çıxmasın. Xanım Zəhra, peyğəmbər deyir, girdim evə gördüm, xanım Zəhra uşağı yatırdır, bir. Uşağı saxlayır. Yəni imam Həsən idi, ya imam Hüseyn idi, ya o yazılmamışdı, xanım Zeynəb idi. Bir uşağı saxlayır, bu tərəfdən də un uydur dəyirmanda. 2,
Baxdım deyib Peyğəmbər gördüm elə zikr də eləyir. Zikir də budur. Vəl axirətu xeyrun və əbqa. Xanım Zəhranın zikri. Axirət gözəliyirdi. Gəldim biraz səbrə dəvət edelim. Çətindir də uşağı saxlayır. Bir iki söz dedim. İki sözün axarında o səbir görsənir. Gördüm xanım Zəhra bunları deyəndən sonra Peyğəmbər deyib qayıtdı mənə elhamdülillah əla alaihi və şükru əla nə'maihi. Həmd olsun aləmdən Rəbb olan Allaha. Şükür olsun verdiyi neymətlərə görə. Gördüm şükür edir, zikr edir. Baxın bu cür nə? Necə Allahla danışır. İşdə görür, zikr denir. Demək amma həmişə Subhanallah deyəsiniz də belə amma Allahı yaddan çıxartmayın da, yəni var. Baxır. Hətta bir də vəziyyəti çox pis idi. Xanım gəldi Peyğəmbərə yaxınlaşdı. Ya Rəsulallah, ya Atacan dedi, bəli. Dedi, nəsə kömək eləyə bilərsən bizə? Peyğəmbər baxdı, evdə bir şey yoxdur. Dedi, qızım, evdə bir şey yoxdur ki, sənə bir zikr edeyim. Çətinliyə düşəndə bu zikr deməyin yeri var. Evdəki məsələn vəziyyəti yaxşı deyil, bu zikr eləməyin yeri var. Maddi sıxıntı olanda. Ya Rəbbəl əvvəlin vəl-axərin. Ya zul quvvətil mətin. Ya zəl quvvətil mətin. Ya rahiməl məsakin. Ya ərhəmər rahimin. Dedi, qızım, bu zikr elə. Bu zikir sıxıntıları götürər. Narahat ol. İndi bir var nəsə kömək edə bilirsən elə. Da bir şey yoxdur cibimdə, zikr öylədir, bu zikr elə. Mən hərdən məsələn gəlirlərə qardaşlar, məsələn xəbər göndərir, bacılar məsələn maddi bir çətinliyə düşürlər, xəbər göndərirlər. Ola mən indi imkan olanda ki məsələn ağız açıram deyirəm eləyir. Amma həmişə eləyə bilmirik. Bəzən inciyir, küsür, bizi ilə belə düşmən də olur bəzilər hətta olmayan sözü də deyir. Valla biz axı mən necə eləyim ki? Yəni məndən bu qədər gözləntiniz olmasın ki sizin. Siz təsəvvür edin ki, sən deyirsən, o deyir, nə qədər deyən var, nə qədər xəstəsi olan var, mən necə eləyim? Hətta bəzi vaxt demişəm, dua eləyərəm, görəm, o da belə qəribə baxır da, bu duaya ehtiyac, duaya görə gəlməmişdir. Da mən neyə bilərəm ki, mənim əlimdən bu dua zikir gəlir? Məndən başqa şey gözləmə də, bu qədər gözlənti olmaz ki. Da yeri düşmüşkən dedim də, ev yoxdur. Baxın, zikr eləməyi unutmayın, bu ayda çoxlu zikr eləyin. Çoxlu zikr eləyin, Allahla danışın. Dualardan biri də zikirlərdən biri də biz nə idi? Nə gözəl zikirdir. Əleyhissalam deyir, Peyğəmbər mənə bu zikri öyrətdi. Haris deyir, mən Əleyhissalamdan bunu eşitdim. Dedi, Haris mənə dedi ki, Haris deyir ki, Əleyhissalam mənə belə dedi. Peyğəmbər mənə bir zikr öyrədib. Öyrədim o zikri sənə? Deyir, buyurdum, bəli, dinə. Deyir, Peyğəmbər mənə belə bir zikr öyrətmişdi. Allahümmə məsamiyə qəlbi li zikrih, iftəh məsamiyə qəlbi li zikrik. Əvvəli belə olmalıdır. Bir də baxaram. Buyurdu, amma tərcüməsi 100% budur. Allahım, Allahım, nəsib elə mənə, sən ki məni çağırırsan, zikirlərimə cavab verirsən, eşidə bilim. Məsamiyə qəlbi, qəlbimin o qulağı açılsın, səni eşidə bilim. Diqqət elədin, nə gözəl zikirdir. Vərzuqni ta'ətəkə və ta'ətə rəsulik və əmələn bi kitabik. Allahım, nəsib elə Allahım, sənə itaət edeyim, Peyğəmbərə itaət edeyim, buyruqları və əməl edeyim. Oradakı cümlə bu idi. Zikirləri və eşidim. Yəni sən məni çağıranda Allahım, mən onları eşidim. Necə sən Allahı xatırlayırsan, o da səni xatırlayır. Qarşılıqlı bunu deyirdin də bir yax. Onu eşitməyi mənə nəsib elə ya Rəbbəl aləmin. Mən deyərdim, bu Rəcəbdə onu istəyin Allahdan. Eşidə bilim. Allahın o səsini eşidə bilim, necə danışır mənə ilə. Bu çox mühüm məsələdir. Çox mühüm məsələlərdən biridir. Bəli, gəldim daha mühüm yerə. Necə eləyək ki, o zikri canlı. Bax bu, sözümün əsl yeri buradır. Bunu yadda saxlayın, xahiş edirəm hamınız. Necə eləyək ki, zikri qəlbimizlə eləyək, dilimizlə yox. Demirəm, dinlə eləyirik ya, məsələn, Subhanallah, öyrəşmiş Subhanallah, Osman, deyirik, heç belə bilmir ya. Yoxdur, onların da xeyri var, az da olsa xeyri var. O bilsən nəyə bənzəyir? Uşağa öyrədir sənə, hələ uşaq təzə dil açır, deyirsən, məsələn, dinən ata, uşaq elə çətinliyi çəkir, dinən ana. O, asla-asla bir dəfə, iki dəfə, üç dəfə öyrənir, deyir də. Bu dillə zikir, sanki o qəlbə dərs keçirsən də, qəlb başlayır danışmağa. Biz ora köklənmişik. Yaxşı, mənə sual verir söz ki, siz necə edəyək? Qəlblə zikr edəyək. Mən sizə belə cavab verirəm. 3 şeyi xatırlayın. Hər zikirdən qabaq. O 3 nədir? Baxın, birinci məsələ budur. Unutmayın bunu.
Zikirə ki, başlamamısan Subhanallah deməyə. Fikirləş ki, o bütün neymətlər ki, bu dünyada Allah, neymətlər ki, məndə var, bu dünyada olan neymətlər, hamısını verən kimdir? Allahdır. Allahın neymət verən Allah olduğunu xatırla. Mun'im, Allahın adlarından biridir. Bütün neymətlərin fövqündə o dayanıb. Birinci bunu xatırla, bax. İndi mən deyim, sən xatırla, axırda bir dənə zikir deyərəm, sənə də vəzvəzmə. Allah kimdir? Mun'imdir. Mun'im yəni nə? Bütün neymətləri mənə vermədi. Danışmaq o mənə nəsib elədi. Şükür eləməyi mənə o nəsib elədi. Oruç tutmusan, bəli tutmusan. Sənə nəsib elədi. Zikr edirsiniz, o nəsib elədi. Mun'imdir o. Bütün neymətləri o verir. Bu bir. Bunu xatırladın, bu zehnimin bir küncündə saxla. 2. Allah əzimdir, əzəmətdir diyor. Çox əzəmətlidir. Baxın, düşmüsən bir dənə yerə, başlayırsan orada moizə eləməyə. Bir nəfər də küncdə bucaqda oturub. Sən moizə eləyən yanında biri gəldi qıraqdan qulağına deyir, filan kəsi tanıyırsan, deyir, yox, kimdir? Deyirsən, bir saatda moizə eləyirsən, o Ayətullahdır ya. Deyirsən, sən Allah Ayətullahdır. Deyir, hə, bir yaxda mən o yan danışıram. Deyir, özün yığışdırdı özünü. Mən gör kimi yan danışıram bir yaxdan, ayıbdır mənə. 30 ildir, 40 ildir bu oxuyur, mən bu yana moizə eləyirəm. İndi sustun, dayanmışsan qabağında, necə siz yaxşısınız, deyir, hə, yaxşıyam, çox sağ olun. O, sənin niyə belə oldun? Onun əzəmətini gördün də, düz deyil. İndi sən bir dənə Ayətullahın əzəməti səni bu qədər yığdı, yığışdırdı. İndi gör, keç bu tərəfə. Kimin huzurundasan? Əzəmətli Allah. Kimdir o? Bütün aləmi yaradan, yeri, göyü, səni, məni. Hər an var eləyən, ilahi. Sən. Əzəməti xatırladığın 2. 3-cü nədir? Bu əzəməti amma qəşəng xatırla. Bu əzəməti gözəl xatırla. Bu əzəmət sənə lazımdır. 3-cü nədir? 3-cü də budur, Allahın adlarından biri. Ya hazır və ya nazır. Ey yaxın olan Allah. Həm əzəmətlidir, həm yaxındır. Həm də bu neymət verənimdir. Bu üçünü xatırla qəşəng. Gözəl. Kimin huzurundayam? Bax, indi sən kimi oturublardan yanında, hamımızın yanında bir nəfər oturub. Nə qədər yaxındır, çinin deyir onu, düzdür. Biz maddi danışıram, eyb yoxdur. Ondan da yaxındır sənə. Hiss eləyə bilsən. Bax, ondan da sənə yaxındır. Başqa söz deyim. Şah damarından yaxındır. Başqa söz deyim. Özümə nə qədər yaxınsın? Özümə nə qədər bilirəm də, özümdə hiss edirəm. O, səndən də sənə yaxındır. Baba, belə yaxınlığı bu qədər hiss edeyim. Gör, mən nə qədər yaxınıymış, mənim xəbərim yox. Uzaq mənəm. Mən özümə sən demə o yaxınlığına baxanda 1000 kilometrlər uzaqdayım özümə nisbət. O mənim lap yaxınıymış. Ya hazir və nazir. Belə olduğu təqdirdə başlayın zikirlər eləməyə. Deyin, Subhanallah. O əzəməti fikirləşə. Elhamdülillah. Özümə sizə tövsiyə edirəm, təkcə öz əvəzünüzə zikir eləməyin bu günlərdə. Yaxınlarınızın əvəzinə zikir eləyin. Namaz qılmayan dostun yoxdur, onun əvəzinə zikir elə. O sən elə bilirsən ki, təsir etməyəcək ona. Ona gəlib çatacaq. O özü görürsən ki, 1-2 gündən sonra o da nəsə fikirləşir, məsələn, ibadət eləsin. Ailəvizin adından zikr eləyin. Təkcə öz adınızdan zikr eləməyin. Mən bir dənə hədis oxudum. Deyir, qiyamət günü bəşər gəlir Allahın huzuruna. Qiyamətdən keçdi cənnətə. Cənnətin yüksək nöqtəsinə. Keçib çatıb yüksək nöqtəyə. Baxır, görür qohum əqrəbası. Belə deyək, daha doğrusu. Ailəsi yoxdur. Uşaqları yoxdur yanında. Deyir ki, hanı mənim ailəm, xanımım, uşaqlar. Deyir, cavab gəlir buna ki, onlar aşağı dərəcədir. Sən yuxarıdasın. Sən ora, onları hara, səni hara. Sən çox əziyyət çəkmirsən də. Sən qalxırdın, bu gecə ibadət edin, onlar yatır daxı. Sən müstəhəb oruçdurun, o qazayı orucunu tutmurdu da. Az ibadətlərin dediyi var, gəlib ki, çatıb da, bıraxır, bir tər keçib gəlib. Amma da səndən o deyil axı, bir deyil. Bəşər bizə nə cavab verir? Deyir, ilahi, əmiltu li və ləhum. Mən zikir eləyəndə, ibadət eləyəndə, itaat eləyəndə, həm onun əvəzini edirdim, həm öz əvəzimi edirdim. Onları da xatırlamışam, onları da yerinə demişəm. Bunu deyəndə cavab gələr, əlhəqna hum bihim, əlhəqna bihim.
Allah deyər, yaxşı, qəbul elədim. Onları sənə qovuşdururam. Demir, sən onlara. Sən onlara desəydi, bunu düşürtməliyik aşağıya. Bunları qaldırdı yuxarı, gəlin yuxarıya sizdə. Diqqət edin. Buna deyirlər şəfaətdə. Məsələn, bu həddə gəlib çıxır, şəfaət edə bilər öz xanımına, ailəsinin, uşağına, xanım kişini. Ona görə bu günlərdə oruç tutursuz bilirəm. Zikirdən məhrum qalmıyor. Zikir qəlbimizin aramlığıdır, rahatlığıdır. Zikir ibadətin ləzzətidir. Həlavətul iman hədislərdə var. İmanın şirinliyidir. İmanın şirinliyi, dua, zikir. Və bugün çıxışımın burayıcan yekunlaşdırım ki, gələn cümə davam edəcəm də. Bir zikir eləmək istəyirsinizsə 3 şeyi fikirləşin. 1. Neymət verəndə o. 2. Əzəmətlidir o. 3. Mənə yaxındır o. Bu üçü fikirləşin. Bu üçü fikirləşə bu günlərin zikrini eləyin. Məsələn, la ilahə illallah. Əstəğfirullah və əs-saluhu tövbə. Bu zikirləri bu niyyətlə deyin inşallah ki, Allah bizdən qəbul eləsin. Elhamdülillah Rabbil aləmin. Allahümmə inna nəsəlükə və nəd'uk. Bismikəl əzizil ə'azəm, əl-əcəllil əkrəm. Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız budur. İmam-ı zamanımızı salamat elə. İlahi o xanın zuhurun təcil elə. Bağışlamamış bizi bu namazgahdan çıxartma. Allahım qəlbimizdə olan hacətləri, duaları rəva elə. Bu ayın feyzindən, rəhmətindən, orucundan, zikrindən, münacatından, duasından, gecə ibadətlərindən bizləri məhrum eləmə. Məkkə, Mədinə, Məşhəd, Kərbəla, Samirra, Kazımeyn, bəqi ziyarətlərin bizlərə nəsib elə. Allahım, onlar ki bizə xəbər göndəriblər, dua istəyiblər, o qardaş bacılarımın dualarını qəbul elə. Xəstələrimizə, xüsusən də nəzərdə olan xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliklə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Allahım, İslam dini və xidmət eləməyi ömrümüzün axırına qədər bizlərə nəsib elə. Qur'anından və əhl-i beytündən və Hüseynindən bizləri ayrı salma. Bu 3 ayın, Rəcəb, Şaban, Ramazan ayının feyzindən bizləri məhrum eləmə. Allahım, öndə qədr gecələri gələcək, o qədr gecələrin yaşamağı bizlərə nəsib elə. Sıxıntıda olan möminlərimizə, İmam Musa Kazım hörmətinə, özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Allah, vətənin keşiyində olan əsgər zabitlərimizi hifz elə. Millətin düşmənləri məhv nabud elə. İşğal olunmuş torpaqlar və Qarabağımızı tezliklə azad elə. Bayrağımızı həmişə uca qərar ver. Peyğəmbər və əhl-i beytinə salavat zikirlə. Ya Allah, bir bacı var inşallah, əməliyyatdadır, deyirlər.